Biri var idi, biri yox idi. Banu adında sarı saçlı, gözəl gözlü bir qız var idi. Banunun ən sevdiyi məşğuliyyət gözəl şəkillər çəkmək və boyama kitablarını rəngləmək idi. Bir gün Banu evin həyətində şəkil çəkərkən qəfildən bənövşəy qələmi işıldadı. O anda yaratdığı rəsmdəki çəhrayı dünya canlandı və Banunu içəri çəkdi. Oyananda gördü ki, hər yer çəhrayıdır. Çəhrayı dağlar, çəhrayı dəniz, hətta göldə çəhrayı quşlar uçurdu. Qarşısına bənövşəyi çiçəklərlə dolu bir ağac çıxdı. Ağac danışaraq özünü təqdim etdi. Mən Yasəmən ağacıyam. Xoş gəldin Banu. Bizim çəhrayı dünyamızın şahzadəsi itib. Sənin köməyinə ehtiyacımız var. Banu yaxınlaşıb pıçıltı ilə dedi. Bilirsən Yasəmən ağacı, sənə bir sir verim. Mənim bağçada dostlarımın çoxu oğlandır. Ona görə də qorxmuram. Hər hansı bir təhlükə yaranarsa özümü müdafiə edə bilərəm. Sizə kömək edəcəyəm. Ağac gülümsədi. Ağac gülümsədi. İnanıram sənə. İndi gedək. Səni 7 cücə ilə tanış edim. Onlar bizim rəngarəng dünyamızın mühafizəçiləridir. Banu və Yasəmən ağacı yola düşdülər. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər və nəhayət cücələrin yanına çatdılar. Cücələr Banunu görən kimi dedilər. Biz çəhrayı dünyanın cücələriyik. Buranı qoruyuruq. Amma şahzadəmizi qoruya bilmədik. İndi isə harda olduğunu bilmirik. Banu seyincə ilə dedi. Əgər istəsəniz, mən sizə şahzadənizi tapmağa kömək edərəm. Hətta öz lollipoplarımı sizinlə bölüşə bilərəm. Nə deyirsiniz? Cücələr bir-birinə baxıb güldülər. Yaşasın Banu! Beləcə onlar birlikdə çəhrayı dünyanın hər tərəfini axtardılar və nəhayət gəlib bir çəhrayı qapının qarşısında dayandılar. Cücələr dedilər. Bu qapını açmağa boyumuz çatmır. Banu əlini dəstəyə atdı və qapı açıldı. İçəridə daş heykəli kimi dayanmış bir şahzadə var idi. Qızıl saçlı, bənövşəyi paltarlı və gözləri bağlı. Yasəmən ağacı pıçıldadı. Onu yalnız çəhrayı dünyaya ürəkdən inanan biri oyada bilər. Banu cebindən sevimli bənövşəyi lollipopunu çıxartdı, şahzadənin əlinə qoyub dedi. Bu dünyada heç kim lollipopa yox deyə bilməz. Şahzadənin gözləri açıldı və güldü. Sən necə də cəsursan Banu? Göydə kəhrayı ulduzlar parıldadı. Danışan ağaclar rəqs etdi. 7 cücə ər çaldı. Banu gülümsəyərək dedi. Mən yenə gələcəyəm. Amma indi evə qayıtmalıyam. Anam mənim üçün makaron bişirib. Banu bir anda özünü həyətində ərində bənövşəyi qələmlə rəsmin qarşısında tapdı. Rəsmin ortasında kiçik bir yazı var idi. Təşəkkürlər çəhrayı dünyanın şahzadəsi Banu və 7 cücə dostu.